Hamıya salamlar, mən Heydər Ejdi. Bu günlər sizlərlə tam fərqli videodur. Bu günlər çəkəcəyimiz video reaksiya videosudur. Yəni elə bir fərqli videodur, amma bu günlər biraz fərqli bir şeyə reaksiya bildirəcək. İlkin Feyziyev adında bir dənə YouTuber var. Yəni ki, onu hamı tanıyır. Shorts videolarından ünlənən biridir. Dis mahnısı çıxardı bu yaxınlarda. Ümumi tanınmış YouTuberlara dis atıb, indi onun disinə gedib qulaq asacaq və reaksiya bildirəcək. Səhv eləmirəmsə bir nəfər buna aid bir reaksiya videosu çəkmişdi. O qarşıma çıxdı. Sonradan dedim mən də bir dənə çəkim, yəni niyə də çəkməyim ki? Görək hələ necə bir mahnıdır. Sözümüzü əvvəlcədən qulaq asmışdım. Bəzi fikirlərim var onun haqqında. Yəni deyəcəm videoda. Amma hələ də pis mahnı deyildi. Okeydir, mənim mahnının əvvəlində bir dənə Qokan qaqaş. Axıra qədər belə gedək, sonunda deyəcəm fikirlərimi. Arada yaradıram fərq, edə bilməz bunu dərk. İzləmirsiniz deyər, çəkirsiz gecə dərk. 3 il aradı, deyin axı hardadır. 3 il sonra qayıdır, gizliz kontent yaradır. Çəkirsən qurma, söhbəti burma. Bizi sən yorma, kanalın qurma. Baxırdın hər şeyə pissən, girdin canlıya birdən. Hədiyə gəldi şirdən, tıklayın dostlar. Bizim işimiz, sizin işiniz. Sizin işiniz, bizim işimiz. Bizim işimiz, sizin işiniz. Sizin işiniz, bizim işimiz. Sahil başımıza çıxdı rapper, gedişlər səndə fermer. Bazarmırsan sən bu işi, get sat paltar yeşil. Qalırsan onun evində, yatırsan yerində, aftafası əlində. Bizim işimiz, sizin işiniz. Sizin işiniz, bizim işimiz. Bizim işimiz, sizin işiniz. Sizin işiniz, bizim işimiz. Deməli, klipi izlədiyində qaldı bunu şərh eləməyə. Klip ilk yaratdığınız bir proyektə görə, ilk çəkdiyiniz bir klipə görə qəşəng çəkilib. Əfsanə də əladır deyə bilməyəcəm, amma qəşəng çəkibsiniz. Amma digər YouTuberların klipinə nisbətən və digər çəkilən dis mahnılarına nisbətən bilsən, bərbad günündədir. Mahnının sözləri yaxşıdır, oxunma səs tonu uyuşmur, yəni mahnıya səs tonu uyuşmur. Biraz qəribə çıxdı, yəni özündə məncə qulaq asanda yaxşı anlayırsan. Amma sözləri əladır, sözlərini bəyəndim. Yəni ilk dəfə yazdığın mahnıya görə sözlərin həqiqətən çox əfsanə bir şeydir. Çox böyük YouTuberlara dis atıbsan. Zevsə dis atmağın hələ ləzzət elədi mənə, qəşəng bir şey idi. Sonda amma bilmədim kimə dis atsan, yağım ki, dis atarsan. Klipdə bəzi səhnələri yer çəkməyiniz çox əfsanə bir şey olub. Yəni bir yerdə durub çəkməyibsiz. 2-3 bölgə seçibsiz və bu bölgələrdə çəkərək bəzi fraqmentləri birləşdirərək əfsanə bir klip eləyibsiz. Yəni bunu bəyəndim. Çox insan özü klip çəkəndə ona fikir vermir. Yəni bir bölgədə çəkir, 1-2-3-4 hərəkət eləyir, ondan sonra da beləcə yayınlayır, buraxır. Amma siz fərqli tərzdə çəkibsiz. Montaj əfsanədir. Montajda Bəxmən Əjdərov eləyib. Yəni Bəxmən eləyibsə onsuz bir əfsanə olacaq. Həqiqətən də əladır. Mahnı əla deyil, klipin montajı əladır. Mahnı idarə eləyərdi. İlk çıxartdığımız proyektə görə deyir, yenə deyirəm, idarə eləyər. Davamını gözləyərək uğurlar. İnşallah digər YouTuberlardan da sənə cavab mahnısı çıxardarlar. Bəlkə mən də dis mahnısı çıxartdım gələcəyinə, bilmirəm, nə bilim. Təsəvvür edin, mahnı çıxardıram, 3 dənə partiyetdən falan. Proyekt olaraq buraxıram gedir. Zor olar amma. Nəysə. Bu video buraya qədər idi. İlkin Feyziyev, İlkin Feyziyev nədir? Allah elə rəsmi danışıram ki, bir dəqiqə. Ümid edirəm ki, bu videonu izləyirsənsə, yəni alınma, gücənmə, nə etsə onu dedim.
Yəni çox bir reaksiya bildirmədim. Amma həqiqətən nə deyirəm, ilk çıxartdığınız proyektə görə qəşəngdir. Ümid edirəm başqa bir mahnıda çıxardarsınız, başqa bir diskdə çıxardarsınız. 15.000 izlənməsi var. 13.000 daha doğrusu izlənməsi var. 5 gün ərzində yayınlanıb 13.000 izlənməsi var. Yəni məncə əladır. Bu kanalımda yayınlanandan sonra bu bir bəlkə 15.000, 20.000-ə çatar bunun izlənməsi. Zaten aşağıda Elçin Feyziyevin kanalının təqini qoyacağım. Oradan girib ona da abunə ola bilərsiniz. Düzdür, məndən abunəsi çoxdur, amma təqini qoyacağım yenə də. Özünüzə yaxşı baxın. Bu videonu da sırf çəkmək üçün çəkdim, yəni elə-belə çəkdim. Fikrimi bildirim deyə çəkdim. Nəysə. Bay bay. Arada yaradıram fərq, edə bilməz bunu dərk. İzləmirsiniz deyər, çəkirsiz gecə dərk. 3 il aradı, deyin axı hardadır. 3 il sonra qayıdır, gic kontent yaradır. Çəkirsən qurma, söhbəti burma. Bizi sən yorma, kanalın qurma. Baxırdın hər şeyə pissən, girdin canlıya birdən. Hədiyə gəldi şirdən, tıklayın tıklayın dostlar. Bizim işimiz sizin